Nancy Petkal topu yeniden oyuna dahil eder. Görüş devam edir ve Kolomba 9. halı kazanmağa çok yakınıydı. Gitti ve Bakü voleybolçuları yeniden hücumu başa çaktırmalıdılar ama zərbe qüvvətli olmadı. Lokomotiv komandası hücumladı. Daha bir hücum. Yerine Kamenova, onun zərbəsi dəf olunur. Çok güçlü zərbə, lakin Elizaveta Hud öz komandasına kal kazandıra bilmir. İndi növbə yeniden Lokomotiv komandasınındır. Artık bir dəqiqədən çoxdur ki, bal uğrunda mübarizə devam edir. 8-7 Bakı irəlidir. Yeniden Kamenova zərbə edilir. İkinci dəfə hücuma keçir. Təsəvvür edin ki, 2 dəqiqədir ki, bal uğrunda mübarizə edir və Kamenova müvəffəqiyyət kazanır. Blokda uğurla oynadı ve 8-8 hesap beraberleşir. Lokomotiv komandası bir yıl ardınca 3 kal kazandı.